Hər birinizə salamlar, əziz abituriyentlər. Bu günlər mən sizə Azərbaycan Respublikasına aid olan maraqlı bir sualın izahını verəcəm. Keçək sualımızın izahına. Deməli, ikinci sualda deyir ki, 21-ci əsrin ikinci 10 illiyində Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinə aiddir. Baxın, bizə nə dedi? Xarici iqtisadi əlaqələri. Düzdürmü? Bizə demədi ki, daxili iqtisadi əlaqələri. Xarici dedi. Biz xarici aid olanı götürməliyik və siyasi, sosial, mədəni bunları götürə bilmərik. Biz yalnız iqtisadi əlaqə götürməliyik. İndi baxaq cavablarımıza. Deməli, birincidə deyir ki, Təbrizdə Azərbaycan konsulluğunun açılması. Bizdən ikinci 10 illik dedi. Düzdür? Yəni 2010-cu ildən sonra olan hadisələr bizə lazımdır. Və Təbrizdə Azərbaycan konsulluğunun açılması 2004-cü ildir. Həmçinin siyasi prosesdir. Biz biri götürə bilmərik. Bir çıxır cavablarımızdan A və E variantı çıxdı. İkincidə deyir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması. Bu aiddir 2017-ci ilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılması və bizdən də ikinci 10 illik dediyinə görə, həmçinin bu iqtisadi əlaqə olduğuna görə biz 2-ni götürürük. Üçüncüdə deyir ki, Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi. Bu 2011-ci ildir. Halbuki 2011 olsa da siyasi hadisədir. Bizdən də iqtisadi əlaqə istədiyinə görə biz 3-ü götürə bilmərik. 3 olan cavabı D variantında çıxırıq. 4-ə baxaq. Bakı-Tbilisi Ərzurum qaz kəmərinin işə salınması 2007-ci ildir. Bizə isə lazımdır 2010 illiyə. Ona görə biz 4-ü götürə bilmərik. 4 olan cavab B variantı da çıxdı. 5-də deyir ki, Trans-Anadolu qaz kəmərinin çəkilməsi, bu da ikinci 10 illiyə düşür 2013-cü ildən sonra. Ona görə biz 5-i də götürə bilərik. Həmçinin iqtisadi əlaqədir 2 və 5. Deməli, 2 ilə 5 olacaq cavabımız C variantı. Sağ olun.